Salam dostlar, web dərslərimizin bu bölümündə biz mövcud entitini edit etməyi öyrənəcəyik. Bunun üçün nə etməliyik, necə davranmalıyıq, bu funksiyonallığı necə yazacağıq, gəlin baxaq. Proqram kodumuzu açırıq və application layer'da yeni bir məsuliyyət yaradacağıq. Deyəcəyik ki, redaktə etmək bir yazma əmridir, yəni bir komanddır. Bunun üçün yeni bir komand qrupu yaradırıq, daha doğrusu komand üçün bir qovluq yaradırıq və city edit deyirəm. Bu hissədə sağ düymə ilə add yeni bir class yaradıram. City edit command deyirəm. Bu komandın public olması və iRequest interfeysini implement etməsi lazımdır. iRequest'də deyəcək ki, geriyə edit olunmuş entitini geri qaytarsın. Yəni, burada entitimiz city'dir. Edit etmək üçün nələrə ehtiyacımız var? Düşünürəm ki, birinci ID'miz olmalıdır. Yəni, mən bilməliyəm ki, hansı elementi dəyişəcəm və həmin elementdəki neyi dəyişəcəm. Biz də bu hissədə, yəni city entitimiz daha kompakt, kiçik entity olduğundan burada sadəcə neyimi dəyişə bilirik. Bu formada yazdıq. Sonra isə bu komanda aid bir handler yazmağımız gərəkdir. Gəlin, formalaşdıraq. Internal class'dır. iRequest handler sinif interfeysini implement etməsi gərəkdir və geriyə qeyd etdiyimiz kimi komandda aid prosesi icra edib geriyə city qaytarmalıdır deyirik. Gəlin implementasiyanı tamamlayaq. Burada ehtiyacımız var. City repository. City repository deyirəm. Bu hissədə nə edəcək? Birinci elementi tapmalıyıq. Var entity bərabərdir repository nöqtə get m üzərindən m nöqtə id bərabərdir id-yə, yəni requestdən gələn id-yə və bunu da tapırıq. Nəticədə bizə bir city veriləcək. Gəlib bu hissədə tapdığımız city-yə name set edəcəyik, hansı ki requestdən gələn name'i, eyni zamanda dəyişmə vaxtını qeyd edəcəyik. Bunun üçün yenə id time servisə ehtiyacımız var. Time servisin current deyib cari tarixi götürürük və kim dəyişib baxınız dəfə last modified by bunu da hələ ki mock-data ilə qeyd edirik. OK. Sonra nə etməliyik? Repositorimiz vasitəsilə edit deyib entitini edit etməyə çalışırıq və sonda save deyirik. Bu formada prosesi tamamlayıb geriyə entitini qaytaracaq. Task.from result entity deyirəm. Bu formada kodumuzu tamamlayaq. Artıq biz bir məsuliyyəti tamamlamış olduq və gəlib qeyd etməliyəm ki, bunu kontroller səviyyəsində istifadə edə bilərəm. Bunun üçün gəlirik kontrollerimizə. Bu dəfə redaktə əməliyyatı üçün http put deyəcəm və bizə id gələcək. Edit edəcəyik. Int id bu formada requestimiz gələcək. İndi isə gələn requestə id-ni map edəcəyik. Sonra requesti göndərib cavab alacağıq. Gördüyük burada. Bu hissədə artıq nələr edə bilərik? Baxaq. Kodumuzu çalışdıraq. Postman proqramımızı açıb bütün şəhərlərə baxırıq. Burada təkrar olan şəhər var idi. Hansı ki id-si 4 olan şəhəri biz təkrarən əlavə etmişdik. Bu şəhəri istəyirəm ki adını dəyişim. Nə edərəm? Baxın. Qeyd etdim. Bu dəfə put request atacam və id-si 4 olan elementi dəyişəcəm deyirəm. Təzə adı şəhərin yardımlı olsun. OK. Bu formada yazıram və send deyirəm. Bir uğurlu bir nəticə aldım. Bu dəfə yenə şəhərlərin siyahısına baxanda artıq id-si 4 olan şəhərimizin yardımlı olduğunu rahatlıqla gördük. Bu hissədə də axtarsaq bu formada görəcəyik datamızı. Beləliklə bu dərsimizdə də elementi update etməyi, edit etməyi öyrənmiş olduq. Və bu hissələrdə fikir versəz, hələ ki hər şey qaydasındadır. Sadəcə statusa uyğun olaraq düzgün nəticə vermirik. Misal üçün add deyəndə bu məlumat yox idi. Created olduğunu bildirməyimiz gərəkir. Yəni, biz status kodlara görə müəyyən bir proses quracağıq. Müəyyən həmin o status kodlardan artıq
bizim başqa developerlərimiz, yəni front-end developer, back-end developer və yaxud da mobile developer, o developerlər status kodlar əsasında müəyyən biznes prosesi formalaşdırmalıdırlar. Ona görə biz bu status kodları mümkün qədər düzgün təyin etməliyik. Misal üçün, add deyəndə OK yox da created at action bu formada desək, bu bizdən nə tələb edir? Deyir ki, action'ın name'ini ver, yəni create olunan elementi necə tapa bilər? Baxın, buna görə tapa bilər, bunun əsasında tapa bilər. Deyirəm ki, name of get by id. Burada da get by id deyirəm. Sonra obyekt istəyir məndən, deyir ki, budur və deməli, burada fikir versəz, birinci parametr root value-lar, ikinci parametr isə value-dur. Yəni, nə demək istəyir? Bizim bu rootda yazdığımız value nə var idi? ID. Demək ki, bura biz value-nu göndərməliyik. Bu ID-ni bura set eləməliyəm göndərməyim üçün. New bir anonim obyekt yaradıram. Deyirəm ki, ID olaraq response.id olması bizim işimizi görəcək. OK, bunu da görmüş olduq. Gəlin bir də yoxlayaq. Gəlik Postman-ə. Bu dəfə fərqli bir şəhər əlavə edəcəm. Gəncə deyirəm növbəti şəhərimizi. Send. Baxın, yeni bir şəhər əlavə olundu və fikir versəz headerlarda müəyyən bir link verilir ki, bu şəhəri sən bu formada gedib sorğulasan, cavab ala bilərsən. Amma əgər diqqət etsəz, create-də bizə fərqli data qayıtdı. Yəni, responsu pozmuş olduq biz. Amma burada belə. Yəni, hər responsumuz fərqli tipdə qayıtmamalıdır, standartımız olmalıdır. Bu standartda necə qoruya bilərik? Bilirdik ki, öncəki dərsimizdə bir API response konkret işləsin deyə API controller yaratmışdıq. Bu səbəbdən biz bu formada da gəlib düzəliş etməliyik. Gəlin belə edim. Override create at action metodunu düzəldəcəm. Proqramı söndürüm. Və nə olacaq burada? Deyəcəm ki, action OK, value hissəsində isə bu formada geri qaytar. Bunu da sadələşdirmək adına belə yaza bilərik. OK, gəlin bir də yoxlayaq. Bu hissədə hələ ki, hər hansı bir dəyişiklik etmirəm, ehtiyac olmayacaq. Kodu işə saldım. Postman proqramımızı açırıq və yeni bir şəhər əlavə edəcəm. Şuşa deyirəm və send dedim. Baxın. Normal formada cavabımız geri qayıtdı. Header'ımızda da müəyyən bir məlumat vardır ki, bunu rahatlıqla istifadə edə və yaradılmış məlumatı rahatlıqla çəkə bilərik. Bunu da görmüş olduq. Beləliklə, bu dərsimizdə də mövcud entity-ni necə redaktə edə bilərik, onu öyrənmiş olduq. Bu dərsimiz bu qədər. Növbəti dərsdə görüşənədək hələlik.